Azərbaycanın ən gözəl dağ havası və təbiəti ilə seçilən 5 dənə rayonu varsa, onlardan biri də haradır? Tovuz rayonudur. Hal-hazırda Tovuzda Ocaq restoranındayıq. Xanım da gözəl səsi var maşallah. Xanımın adı da Könül Məmmədlidir. Tovuz rayonunda məşhur müğənnilərdən biridir. Allah onun canı sağ eləsin və mən buradan Tovuz, Qazax, Akstafa, Şəmkir əhlinə səslənirəm ki, əgər siz də bu gözəl təbiətin qoynunda dostlarınızla yeyib içib, bax bu cür gözəl səsi eşitmək istəyirsinizsə, istirahət eləmək istəyirsinizsə, hara gəlirsiniz? Təbii ki, Tovuzda yerləşən Ocaq restoranına. İndi isə xanım bir dənə qəşəng bir zümzümə eləsin. Çox sağ olun Əhdin bəy, siz də xoş gəldiniz Ocaq restoranına. Hamınızı salamlayıram. Çox sağ olun, təşəkkür edirəm. Dəyməz, dəyməz. Maşallah olsun. Həqiqətən də xanımın çox gözəl səsi var. Sizə təşəkkürlər bildirirəm həqiqətən. Çox sağ olun. Xoş gəldiniz. Salamlayıram. Çox sağ olun. Təşəkkür edirəm. Allah hamınızdan razı olsun. Əhdin bəyi də çox sevirəm. Çox böyük hörmətim var. Allah razı olsun. Xoş gəldiniz bir daha. Təşəkkürlər. Sağ olun.